Deyir ki, 50 dərəcə şərq uzunluğu üzərində 27 şimal enliyi ilə 23 cənub enliyi arasındakı məsafə 1 bölünsün 20 milyon miqyaslı xəritədə 25 santimdir. Bunu nəzərə alaraq xüsusi miqyası və təhrifi hesablayın. Deməli, gəl öncə biz bir tapaq həqiqətdə məsafə nə qədərdir? Yəni təhrifli nə qədərdir? Təhrifsiz nə qədərdir? Sonra tərifi tapaq, sonra da xüsusi miqyası taparıq. Deməli, öncə gəl tapaq. Tərif neçə kilometrdir? 27 şimal enliyi ilə 23 cənub enliyi. Yəni bir meridianın üstündə yerləşirlər də 50 dərəcə şərq uzunluğu. 1 dərəcəlik meridian qövsü 111 kilometrdir. 27 cənub enliyi ilə 27 şimal enliyi ilə 23 cənub enliyi arasında neçə dərəcə var? Toplamalıyıq da, düzdür? Toplayırıq 50. Ay sağ ol. Edir 50 dərəcə. 50 də vuracaq neçəyə? 111 ilə 5550. Bu təriflidir yoxsa tərifsiz? Bu tərifsiz. Tərifsiz, ay sağ ol. İndi gəl tərifliyini tapaq. 25 santimdir. Bu da nə qədər edəcək? 1 santimdə 200 kilometr. 1 santimdə 200 kilometrdir. Bəs 25 santimetrdə nə qədər olacaq? 25 vuracaq. 200 vuracaq 25-ə. Bu da eləyəcək 5000. Deməli, bu da təhriflidir, düzdür? Deməli, təhriflidən tərifsizi fərqini tapaq da. 5550 çıxılsın 5000. Nə qədər edəcək? 550 kilometr. 550 kilometr bizim təhrifimizdir. Tərifi tapdıq. Bax, B variantı getdi, D variantı getdi, Y variantı getdi. İki variantda 550 var. İndi isə xüsusi miqyasını tapırıq. Xüsusi miqyasını tapacaqsa biz həqiqi məsafəni bilməliyik. Bax, bunu yadda saxlayırsan 5550 kilometr. Bu nədir? Təhrifsiz məsafə. Xüsusi miqyas təhrifsiz məsafə əsasında hesablanır. İndi bu hissələri yaz, sonra siləcəm. Demək, bizim həqiqi məsafəmiz 5550 kilometr oldu, düzdür? Həqiqi məsafə bərabərdir 5550 kilometr. Yaxşı, bəs miqyasımızın, miqyasın kəmiyyətini tapmalıyıq da, düzdür? Bizdə həm də xəritədəki məsafə var. Xəritədəki məsafə. Bu da nə qədərdir? 25 santimetr. Deməli, 25 santimetrə 5550 kilometr düşür. Bəs 1 santimetrə neçə kilometr düşəcək? Ki, miqyas nədir? 1 santimetrə neçə kilometr? Bəli. 5550-yi nə edəcəyik? 25-ə. Bəli. 5550 bölü 25 edir 222. 222 kilometr. Deməli, 1 santimetrə 2220 kilometr, daha sonra 222 kilometr düşür. Bu da edəcək 1 bölünsün 222, yanına da neçə sıfır qoyuruq? 5 sıfır. Bəli. 5, bu da bəli C variantı. Cavab olacaq C variantı. Başa düşdün? Bəli.